Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Əczaçılıq sənayesi bugün, dünən və sabah mövzusunda beynəlxalq konfrans keçirilib. Baxaq görək tədbirdə hansı səhiyyə rəsmiləri iştirak edib və bundan əlavə hansı mətləblər müzakirə olunub. Heydər Əliyev mərkəzində Azərbaycan Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyin təşkilatçılığı ilə mayın 5-də Azərbaycan Əczaçılıq Sənayesi dünən, bugün və sabah adlı beynəlxalq tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Səhiyyə Naziri Teymur Musayev Azərbaycan Əczaçılıq Sənayesinin inkişafına həsr olunmuş tədbirin mahiyyətini vurğulayıb. Onun sözlərinə görə Azərbaycan Əczaçılıq Sənayesinin tarixində yod və endokrin preparatlarının istehsalı xüsusi yer tutub. Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma əczaçılığın Macarıstan-Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biri olduğunu, Macarıstanın Azərbaycana ixracının 49%-ni təşkil etdiyini vurğulayıb. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın müasir səhiyyə sahəsini idarə etməsinə dair çıxışlar ediblər. Öz növbəsində Macarıstan Milli Səhiyyə Sığorta Fondunun departament rəhbəri Akoş Karsayini, Peç Universitetinin Əczaçılıq Fakültəsinin dekanı Andraş Fitler və Egis şirkətinin kommersiya direktoru Çaba Paç qeyd ediblər ki, qlobal səviyyədə effektiv səhiyyə həllərinə tələbat artdıqca əczaçılıq sənayesi dövrün çağırışlarının qarşılanmasında ön sıralarda dayanır. Tədbir zamanı Ədliyyə Nazirinin müavini Abiddin Hüseynov Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası İctimai Birliyinin dövlət qeydiyyatına alınmasına dair şəhadətnaməni assosiasiyanın təsisçisi Küşvər Xudaдаtovaya təqdim edib. Azərbaycan televiziyasında 4 dövlət tərəfindən maliyyələşdirilən kanalda işarət dili məcburi qayda kimi qoyulur. Baxaq görək hansı verilişlərdə mütləq işarət dili olmalıdır ki, eşitmə qüsuru olan vətəndaşlarımız da verilişlərdə söhbətin nədən getdiyini anlasınlar. İşarət dili 4 kanalda tətbiq ediləcək. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanununa əlavə edilən 12.1-ci maddəyə əsasən televiziyalarda işarət dilinin tətbiqi yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub. Məlumatı Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri Talih Quliyev verib. O qeyd edib ki, bu kateqoriyaya Azərbaycan televiziya və radio verilişləri qapalı Səhmdar Cəmiyyətinin 3 redaksiyası, AzTV, İdman TV və Mədəniyyət TV, həmçinin İctimai Televiziya və Radio Yayımları şirkətinin redaksiyası aiddir. Bu əlavə Prime Time zamanı həftə içi saat 19:00-dan 23:00-a, həftə sonu və qeyri-iş günləri saat 17:00-23:00 aralığında təqdim edilən informasiya proqramlarını, xəbər buraxılışlarını əhatə edir və digər janrda olan proqramlara şamil edilmir. Talih Quliyev bildirib ki, öhdəliyi olan yayımçıların mütəmadi monitorinqləri də Şura tərəfindən aparılacaq. Özəl yayımçıların qanundakı son dəyişikliklərlə bağlı konkret öhdəliyi yoxdur. Amma onların bu prosesə cəlb olunması arzu olunandır deyə Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri vurğulayıb. Avropada qatil göbələk virusu yayılır və bununla bağlı gigiyenik qaydalara bizim də riayət olmağımız düşünürəm ki, virusdan bizi gələcəkdə qorumaq üçün ən vacib şərtlərdən biri olacaq. Qatil göbələk 9 milyon can ala bilər. İqlim dəyişikliyi səbəbindən bütün Avropada ölümcül göbələk yayıla bilər. Manchester Universitetinin əməkdaşlarının apardıqları yeni araşdırmaya əsasən Aspergillus fumigatus növlü ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs sistemi xəstəlikləri yarada bilər. Proqnozlara görə bu cür göbələklərin yayılma zonası qlobal istiləşməyə görə 2100-cü ildə 77% arta bilər. Bu təkcə Avropa qitəsində 9 milyona yaxın insanın sağlamlığı üçün təhlükə yaradacaq. Bu mikroorqanizmlər xroniki ağciyər xəstəlikləri, immun çatışmazlığı olan insanlar üçün xüsusi təhlükə yaradır. Tibb sahəsində daha bir inqilabi yenilik var. Təbii ki, ilk olaraq sizə bildiririk. İnsanların gözündə məhz Reginanın müalicə olunmasında və eyni zamanda görmənin bərpa olunmasında inqilabi dərman preparatı hazırlanır. Detallara baxaq.
Alimlər görmə qabiliyyətini bərpa edən ilk retina müalicəsini hazırlayıb. Tədqiqatın nəticələri Nature Communication jurnalında dərc olunub. Cənubi Koreyanın Kaist Universitetinin professoru Kim Jin-woo'nun rəhbərlik etdiyi tədqiqat qrupu retina zədələmələrinə qarşı sinir yenilənməsi ilə görməni bərpa edən ilk müalicə üsulunu hazırlayıb. Siçanlar üzərində aparılan təcrübələrdə PROX1 adlı zülalın neytrallaşdırılması ilə retina hüceyrələrinin yenidən formalaşmasına və görmənin 6 aydan çox müddətdə bərpasına nail olub. PROX1 zülalı normalda sinir hüceyrələrində olur və glial hüceyrələrin yenidən neyronlara çevrilməsini əngəlləyir. Komanda PROX1-in neytralizasiyası üçün xüsusi antitel hazırlayıb. İnnovativ müalicənin 2018-ci ilə qədər klinik sınaqlara başlanması planlaşdırılır. Ekranda gördüyünüz bu tort, robot yeməli batareyalardan hazırlanıb. Bu nə deməkdir? Ümumiyyətlə, robot sözü daha hansı sferada həyatımıza girəcək? Bunları bilmək üçün baxırıq. Tədqiqatçılar qrupu dünyanın ilk yeməli, təkrar doldurulan batareyası da daxil yeməli komponentləri olan mürəkkəb robo-cake tortunu hazırlayıb. Bu desertə nardadı olan yeməli robot ayıcıqlar daxildir. Ayılar jelatin, şərbət və boyalardan hazırlanır və pnevmatik sistemlə idarə olunur. Yeməli batareya vitamin B2, quercetin, aktivləşdirilmiş karbon və şokoladdan ibarətdir. Tədqiqatçıların fikrincə batareya tortun üzərindəki ledləri yandıra bilər. Batareyanın dadı tünd şokoladdan başlayır, sonra elektrolitin kəskin dadı hiss olunur. Xanımları toplayıb, onların bir qismini ac saxlayıblar, digər qismini isə tox və müxtəlif romantik şəkillər təqdim ediblər. Tox qadınlar romantik şəkillərdən həddindən artıq xoşbəxt olub, beyinlərində xoş impulslar yaranıb, MRT cihazları bunu göstərib. Amma ac qadınlar nə sevgini, nə də xoş hissləri heç cür qəbul eləmək istəməyiblər. Çünki bütün vücud olaraq ancaq aqressiya hiss ediblər, yemək istəyiblər. Ona görə deməyin ki, sevgiyə gedən yol və yaxud da kişinin ürəyinə gedən yol onun mədəsindən keçir. Sən demə elə qadınlarda da məhz belə imiş. Qadınlar tox olanda daha romantik olurlar. Appetit jurnalında aparılan yeni araşdırmanın nəticələri sübut edir ki, qadınlar tox olanda daha romantik, qayğıkeş və həyat dolu olur. Araşdırmada funksional MRT texnologiyası ilə qadınların beyin fəaliyyətləri romantik şəkillərə baxarkən həm ac, həm də tox vəziyyətdə izlənilib. Nəticələrə görə tox qadınların beynində romantik siqnallara cavab verən bölgələrdə daha güclü aktivlik müşahidə olunub. Diyeta saxlayan, daim yarı ac qalanlar isə aqressiv və gərgindilər. Buna görə də onların əksəriyyətinin şəxsi həyatında ciddi problemlər olur deyə məqalədə bildirilir. Alimlər qeyd edir ki, romantika üçün bəzən ürəkdən çox dolu mədə də vacib ola bilər. Belə nəticələr gündəlik həyatda münasibətlərin qurulması və emosiya tənzimlənməsi baxımından maraqlı psixoloji və neyrobioloji yanaşmaları gündəmə gətirir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.